La ilahe illallah Allah Taala'nın şahid durduğu bir kəlmədir. Və mələklərinin şahid gətirdiyi bir kəlmədir və alimləri şahid gətirdiyi bir kəlmədir. Allah Teala bu ki, şəhidallahu ennehu la ilahe illahu vel melaike ve ulul ilm qaimen bil qist la ilahe illahu vel azizul hakim. Allah Teala bu ki, Allah da şahiddir. Mələklər də şahiddir. Və yer üzərində elm adamları da şahiddir ki, la ilahe illahu, ondan başqa ilah yox. Və bu ayənin şərhində alimlər buyurur ki, Allah Teala tək şəhadəti ilə özünün şahid gətirməyi ilə bəs idi. Allahdan daha doğru söz sahibi kim ola bilər? Lakin kəlmənin əzəmətli olduğuna görə göy əhlindən mələkləri seçdi. Təmiz, pak mələkləri seçdi ki, onlar da, paklar da şahiddir bu kəlməyə. Və yer üzərində də insanlar içərisində ən ali mərtəbədə olanları seçdi. Elm adamları da bilir ki, məndən başqa məbud yoxdur. Və o izzətli və hikmətlidir. Və la ilahə illallah əzəmətli kəlmədir. Ona görə la ilahə illallahı qorumaq, onun qədrini bilmək və ona dəvət eləmək hər bir müsəlmanın mustavasında